bizim növbəti iştirakçımıza əslən Cənubi Azərbaycanlı olan, Təbrizdən olan Yasir Ehsan. SMS nömrəsi 3501 və baxana görə Yasir nə ifa eləyəcək? Gözləm otağı. Çox sağ ol İlkin. Bayaq münsiflər iştirakçılar haqqında saç düzümündən, geyimindən danışanda mən vurğulamaq istəyirəm ki, Zülfiyə xanım keçən həftə yox idi. Keçən həftə məhz onların geyimi ilə, saç düzümü ilə mən məşğul olmuşdum və çox da uğurlu alınmışdı. Bu səfər özləri bu sınavdan çıxdılar, özlərini sınadılar. Deyəsən münsiflərin bəziləri razı qalmadı. Amma söz verirəm ki, gələn həftə yenə də məsləhət görəcəm onlara nə etmək lazımdır. Və indi isə Yasir Ehsanı səhnəyə göndərmək istəyirəm, amma ilk öncə istəyirəm özü haqda qısaca bir məlumat versin. İranda rəssamlıq akademiyası oxumuşam. Burada da arzu edirəm ki, inşallah gələcək günlərdə konservatoriyaya gedə biləm. Cənubi Azərbaycandansan, Azərbaycanlısan və eşitdiyimə görə çox gözəl əl işlərin var, rəsmlərin var və inşallah bir gün burada yəqin ki, onları gətirib bizə də göstərəcəksən, tamaşaçılara da. Və indi isə buyur səhnəyə və hansı mahnını ifa edəcəksən? Bütün insanların hər anında yaşadığı və yaşayacağı bir mahnıdır. Özlədim. Buyur səhnəyə, sənə uğurlar. Alqışlarınız gəlir Yasir Ehsana. Onun növbəti çıxışını səbirsizliklə gözləyən tamaşaçılarımız var və SMS nömrəsi 3501-dir Yasirin. Buyur Yasir, uğurlar. Sen gittin ya, yaşantımın bir anlamı kalmadı. Sen gittin ya, pencereme bir kez güneş doğmadı. Sen gittin ya, senden sonra mutluluğum olmadı. Senle geçen günlerimin değerini bilmedim. Özledim sımsıcak nefesini, özledim sohbetini, o sesini özledim. Gelmedin göz bebeğim, can yoldaşım gelmedin. Özledim tenini, kokusunu özledim sıcak nefesini özledim sohbetini, o sesini özledim. Gelmedin göz bebeğim, can yoldaşım gelmedin. Sen gittin ya, gözlerimden yaşlar bir an dinmedi. Sen gittin ya, ellerimde resmin bir an düşmedi. Sen gittin ya, o gün bugün inan yüzün gülmedi. Senle geçen günlerimin değerini bilmedi. Özledim teninin kokusunu özledim sımsıcak nefesini özledim sohbetini, o sesini özledim. Gelmedin göz bebeğim, can yoldaşım gelmedin. Özledim teninin kokusunu özledim sımsıcak nefesini özledim sohbetini, o sesini özledim. Gelmedin göz bebeğim, can yoldaşım gelmedi.
Yasər Ehsan, bizim Yeni Ulduz 11'in Kayahanı, bizim iştirakçımız. Cənubi Azərbaycandandır, Təbrizdəndir və Yasəri bura dəstəkləmək üçün deyəsən oralardan gələnlər də var. Salamlayırıq sizi. Hər biriniz xoş gəlmişsiniz. Bizim Azərbaycanlılardır, Cənubi Azərbaycanda yaşayan və dəstəkləyənlər sırasında Azərbaycan. Çox təəssüf ki, yəni Cənubi Azərbaycandan, İrandan dəstək yoxdur bura. Amma yəqin ki, bizim Azərbaycanlarımız səni dəstəkləyəcəklər yetərincə, layiqincə. İnşallah. Təşəkkür edirəm. Çox sağ ol və Yasərə dəstək olmaq istəyənlər ev telefonlarından 107-ni yığırlar və 3501-ə istədikləri qədər səs göndərə bilərlər.